Qardaş sual verir ki, deməli, bəzən Qurani-Kərimdə görürük ki, əsasən 3 hərfdə əlif, vav, yə. Bu 3 hərfin üzərində belə bir yumru işarə qoyulur, sukun işarəsi. Misal da göstərib, ulaikəl-ləzinə, ulaikə. Həmin vavun üzərində yumru işarə var. Deyir ki, qardaş sual verir ki, bu nədir? Deməli, biz keçən dəfə də qeyd etdik ki, həmin bu işarələr, yəni xəstə hərflər adlanan və ya məd hərfləri adlanan əlif, vav, yənin üzərində qoyulur və həmin hərflər oxunmur. Həmin hərflər oxunmur. Deməli, bunların bəziləri qiraətlə əlaqəlidir və bəziləri də ümumən ərəb dili qayda qanunlarına əsasən oxunmur. Məsələn, ulaikə sözündə qardaş misal göndərib, deməli, həmzədən sonra vav gəlir. Lakin burada vav oxunmur. Yəni, nə ulaikə deyirik, nə də ulaikə deyirik. Yəni, nə edirik? Birbaşa ulaikə. Vavı oxumuruq. Və bu misallar həmçinin əlifdə də və yədə də rast gəlinə bilər. Yəni, xülasə olaraq bu 3 hərfdə rast gəlinərsə, əlif, vav, yənin üzərində bu işarə qeyd edim ki, yəni çapdan çapa fərqlənə bilər. Yəni, bu əsasən Məkkə və Mədinə çaplarında həmin bu işarədən istifadə olunur. Bu işarə gələrsə, həmin hərflər oxunmaz. Yazıda yazılır, tələffüzdə isə tələffüz olunmur.